Salam əziz izləyicilər, Samit Dadaşovun sınaq vəsaitindən say mövzusunu izah etmək istəyirəm. Birinci sualda məntiq ardıcıllığı tamamlayın. Biraz 22-ci 58, 5-6 fikir verin ki, hamısı mürəkkəb saylardır. Mürəkkəb say olduğu üçün burada da A variantında 7 sadədir, B variantı çoxlu düzəltmədir, C variantı uyğundur. D variantı uyğundur. E variantında da azacıq düzəltmədir. Burada 2 variant var, C və D variantı. Az çoxu zərf kimi də düşünə bilərsiniz təbii ki. Amma burada bilinmir ki, bu zərfdimi saydımı. Tutaq ki, deyirəm ki, az çox kitab, az çox dərslik almışam. Deməli, cavab 2 variant götürə bilərik. İkinci sualda hansı cümlədə sayın quruluşca hər üç növünə aid? Nümunəm az sadədir. Dəyərini bilməyə çoxun çox da sadədir. B variantında üçüncü düzəltmədir. Birinci və ikinci düzəltmədir. C variantı 6 sadədir. Çoxunuz sadədir. 30-40 mürəkkəbdir. D variantı sonuncu düzəltmədir. Az sadədir, xeyli sadədir. E variantında 8 sadədir, saysız hesabsız mürəkkəbdir, minlərlə düzəltmədir. Cavab E variantıdır. Üçüncü sualda sual işarəsinin yerinə hansı cümlədəki sayı yazmaq olar? Mübtəda olsun, düzəltmə və sıra sayı olsun. A variantındakı çoxluq ümumiyyətlə isimdir. B variantında 11-cilər sıra saydama mürəkkəbdir. D variantında axırıncıları, daha doğrusu C variantında axırıncı sözünü saxlayırıq, qayıdacam buna. D variantında azmaz zərfdir, D-də getdi. E variantında sonuncu qəza, hansı qəza sonuncu? Yəni burada əsas odur ki, isimləşməyib, E-də getdi. Qayıdıram C variantına. Gəldilər kimlər? Axırıncılar. Axırıncı sıra saydı, cəm şəkilçisi qəbul edib, yəni isimləşib. Cümləndə mübtədası vəzifəsində çıxış edib. 5-ci suala baxaq, amonim saylardır. Onlarla amonim deyil, amma 50 sözü amonimdir. Sinonim saylardır. Deməli, sinonim saylardır. Sonuncu, axırıncı məsəl üçün. Sonra deməli, amonim say həm də sinonim olan saydır. Burada 6-nın heç amonimi də yoxdur, sinonimi də yoxdur. Min sözünün də amonimi var, sinonimi yoxdur. Buradan cavab götürürük. 2 və 4-ü. 80 ilə 80 dil paralelidir. Cavab C variantı. 6-cı sual, hansı cümlədə say sifətə aiddir? Dahi şairimiz Vaqif çox qürurludur. Burada çox ədatdır. Sən mənə az pislik etməmsən, pislik isimli. Bir qrup kəndli tarlada işləyirdi, kəndli isimli. Minlərlə yaralı, bax cavab D variantıdır. Minlərlə qeyri-müəyyən miqdar saydı, yaralı isə isimləşmiş sifətdir. E variantındakı çox sözü zərfdir. Səbəbi özündən sonra danışan fiili sifət gəlir ona görə. 7-də hansı cümlədə qeyri-müəyyən miqdar sayı işlənmişdi? A variantındakı çox ədatdır. B variantındakı çoxluq isimdir. C variantını sonuncu sıra saydı. D variantı deyinmək feildir, xeyli zərfdir. Qaldı E variantı çoxdur söz və qeyd edeyim ki, şəxs sonluğu heç vaxt zərf qəbul eləyə bilmir. Yəni kəmiyyət zərfi şəxs sonluğu qəbul eləyə bilmir. 8-də hansı cümlədə say var, sifət yoxdur. 1-də dəhşətli bir cinayət, burada bir ədatdır. 2-də vətənimizin azadlığı uğrunda onlarla igid, onlarlanı götürdük. 3-də düşmənlərin sayhəddən artıq çoxdur, çoxu götürdük. 2-ni 3-ü götürdük. Sifət yoxdur. 4-dəki ipək sözü isimdir. Hazırlanmış feili sifətdir. Amma baha sifətdir. Baha sifətdir. 4-ü silirik ona görə. 10-cu saydı. Çətinlik isimdir. Buradan da 5-i götürdüm. Deməli 2, 3, 5 cavab oldu burada
A variantı. 9-cu suala keçək. 9-cu sualda say haqqında hansı fikir yanlışdır? Deyir, bütün saylar əşyanın miqdarını bildirmir. Doğrudur, çünki saylar miqdar sıra olaraq 2 yerə bölünür. Digər nitq hissələrindən də say düzəlir. Təbii ki, doğrudur. Filanıncı, axırıncı, sonuncu deməli doğrudur. Sifətlə ortaq suala malikdir. Hansı sualına malikdir? Bu da doğrudur. Sıra sayları ilə sifətlər hansı sualına cavab verir? Kəsir saylar nümerati sözlərlə işlənə bilmir. Bu da doğrudur. Incı şəkilcili bütün saylar düzəltmədir. Xeyr, məsəl üçün 15-ci mürəkkəbdir, 24-cü mürəkkəbdir. Yəni iki sözlər ibarətdirsə, quruluşca mürəkkəb müəyyən miqdar sayına incə artırılıbsa, deməli mürəkkəb sıra sayı olur. Onuncu suala keçək. Hansı nümunədə numerativ söz kəmiyyət fərqi yaradır? Aha, 200 baş qoyun burada dəqiqdir. Maşın 5 metr 5 dəqiqdir. Xeyli adam iştirak etmişdi. Burada numerativ söz ümumiyyətlə yoxdur. Xəstənin yanına biraz meyvə, bir dəstə gül. Bir dəstə gül deyəndə gül alıb getdik. Bir dəstə gül deyəndə dəstə burada numerativ sözdür. Və bir dəstənin içində neçə dənə gül olduğunu bilmirik. Ona görə də D variantıdır. 11-ci sual. Hansı cümlədə sayda ismə məxsus 2 qrammatik şəkilci işlənib? 3-də alacağım yox, 5-də verəcəyim yox. Burada ancaq yerli hal şəkilcisi işlənib. Birincilərimizdən, lər, imizdən 3 dənəsi işlənib. Hələ bunlar faktların bir neçəsidir. Bir neçə si mənsubiyyətdir, dir şəxs sonluğudur. Cavab 11-də C variantıdır. 4-də 1 hissəsi burada 4-də 1 kəsir sayıdır və bunda yoxdur. E variantında ikisi bir dənə mənsubiyyə şəkilcisidir. Bu da getdi. 12-ci sual. Hansı cümlədə say işlənmişdir? Biri bundan keçəndə heç salam da vermirlər. Biri burada əvəzlikdir. İkilik taxtanı götürüb ikilik sifətdir. Axırıncı dakı, burada dakı var, sifətdir. Çox çalışmaq, çox burada zərfdir. Niyə zərfdir? Çalışmaq feilinə aiddir. Onlardan biri, onlardan ikisi. Burada i mənsubiyyə şəkilcisi qəbul edilib və məsəl odur ki, saydı. Cavab E variantı. 13-də cədvəl əsasən doğru fikirləri müəyyən edin. 5-ci sinif şagirdləri son dərsdən sonra topu götürüb bizimlə birgə 30-40. Burada 5-ci var. 30-40 var. Birgə zərfdir. Burada bir qədər var. Yox, bir qədər söhbət etdikdən feildir. Bir qədər burada zərfdir. Bir neçə var. Deməli A variantı. Kökü say olan düzəltmə say işlənmişdi. 5-ci sözünü nəzərdə tutur. Bir doğrudur. Biz nəyi tapırıq? 13-də biz doğruları tapırıq. Bir doğrudur. Mürəkkəb say işlənmişdi. 2 yanlışdır. Niyə? Çünki hər ikisində. A cümləsində 30-40, B cümləsində bir neçə. Bunu götürmədik. Cümlənin ilk sözü saydır. İlk sözünün söhbət etdikdən feildir. Feili sifətdir. Deməli bir qədər burada zərfdir. Ona görə də bu səhvdir. Yox, səhvləri işarə eləmirdim. Ancaq düzləri işarə eləyirdim. İşarə eləmədim, səhvdir. Nümunədə bir say işlənmişdi. 4 doğrudur. Çünki birincidə A cümləsində 2 dənə say var idi. Kökü say olan düzəltmə söz işlənib. Birincidə 5-cidir. B cümləsində yoxdur. Sıra say işlənmişdi. Bir dəqiqə bir qədər söhbət etdikdən sonra stolları birləşdirib bir neçə qonağı yerbəyer edə bildik. Aha, problem var burada. Kökü say olan düzəltmə söz deyir bizə. Birləşdirib sözünü buradan götürürük. 5-ci sözünü buradan götürürük. Deməli düzdür. Deməli problem yoxdur. Mən say axtardığım üçün 13-də cavab tapa bilmirdim. Deməli cavab oldu 1, 4, 5 A variantı. 14-cü sual.
14-cü sualda saydan düzəlib, qrammatik şəkilçisizdir, isimdir. Saydan düzələn isimdir. A variantı sonuncudakı sifətdir. B variantı ikincilərimiz saydı. C variantı bir illik mürəkkəb sözdür. Bir illik mürəkkəb sözdür. Sonra D variantı çoxluq, beşincilik. Çox sayından çoxluq ismi, beşinci sayına beşincilik ismi düzdür. Azlıq və azal söz, azal feildir. Ona görə eni də götürmədim. 14-də D variantı oldu. D yaza bilmədim bura. Bura belə qeyd elədim. 15. Qeyri-müəyyən miqdar sayı hansı cümlədə işlənmişdir? A variantı 15 müəyyən miqdar saylarıdır. B variantı ikinci sıra sayıdır. A getdi, B getdi. C variantında az, çox özündən sonra feil gəldiyi üçün zərfdir. Bu da getdi. D variantında xeylidən sonra yorulmuşam feili gəlir. Zərfdə qaldı. E variantı onlarla sözü. 16-da hansı cümlədə həm say, həm də sifət ismin sualına cavab verir. Birinci sinif, neçənci sinif bu getdi. İkincilərimizdəki də ki, burada say şəkilçisidir, bu da getdi. Say yox, sifət şəkilçisidir, getdi. Çox istəyən, çox burada zərfdir, bu da getdi. Orada oturan ikincilər, ikinci sözü cəm şəkilçisi qəbul edib, qoca sifəti cəm və yönlü hal şəkilçisi qəbul edib, cavab D-dir. Gənclik isimdir. Deməli 16-da D variantı, 17-də hansı cümlədəki sayın yazılışında səhvə yol verilib? A variantında Roma rəqəmidir, doğrudur. B variantında axırıncı yox, axırıncı olmalıydı. Axırıncı. Axırıncı cavabımız burada B variantıdır. C'də milyon doğrudur. D-də 7-8 doğrudur. E-də noyabrın 8-də doğrudur. Deməli cavab B variantı. Burada görüm qeyd eləyə bilirəmmi? Axırıncı şəklində. Keçdik 18-ə. Sayla bağlı hansı fikir doğru deyil? Sayın özünə məxsus qrammatik şəkilçisi olmasa da leksik şəkilçisi var, doğrudur. Say ismə məxsus bütün qrammatik şəkilçiləri qəbul edər, cəmlənər, hallanar, mənsubiyyətə görə dəyişər, şəxs sonluğu qəbul eləyər, doğrudur. Az və xeyli sözləri zərf və say kimi homonim sayılmır, doğrudur. Mürəkkəb saylar defislə ayrı və vergüllə yazılır, doğrudur. Say xəbər roluna çıxış etdikcə hər zaman isimləşir, yanlışdır. 19-u cədvələ əsasən uyğunluğu müəyyən edin. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Sayının dəyişi və yazılışı onlarla fərqlənir. 7-ci fərqlənmir, 15-ci fərqlənir. Buradan 1-lə 3-ü götürürük. Fərqlənmir, yüzlərlə fərqlənir, azacıq fərqlənir, 55 fərqlənmir. Cavab 19 A variantı. 1, 3, 6. 19 A variantı. Yirminci sual. Venn diaqramına əsasən fərqləndirilmiş sayla doğru fikirləri müəyyən edin. 15 adam, 12-ci qəhrəman, 15 müəyyən miqdar, 12-ci isə sıra saydı. Numerativ sözlə işlənə bilir. Bəli, bir doğrudur. Bir doğrudur və biz doğru fikirlər tapırıq. Quruluşca mürəkkəbdə hər ikisi 2 ortaq olmalıydı. Hər ikisi ismə aiddir. 15 adam. Qəhrəman sifətdir. 3-də yanlışdır. Eyni suala cavab verir. 15 adam. Nə qədər adam? Neçə adam? 12-ci qəhrəman. Neçənci hansı qəhrəman? Yanlışdır. Fərqli suallara cavab verir.
Rəqəmlərlə yazıla bilər. Hər ikisi yazıla bilər. 5 ortaq olmalıydı. Sifətə aiddir. Qəhrəman sifət olduğu üçün 6 doğrudur. Cavab oldu 1, 6. 21-ci sual. Sayla bağlı düzgün fikri müəyyən edin. Sıra saylarından sonra gələn isimlər cəm şəkilçisi qəbul edə bilər. Bəli. Doğrudur, edə bilər. Cavab elə A variantıdır. Müəyyən miqdar sayları quruluşca düzəltmə olmur. B yanlışdır. Sayın özünə məxsus qrammatik şəkilçisi yoxdur. C variantı yanlışdır. Saylar cümlədə yalnız təyin olur, yox, əsasən təyin olur. Bu da yanlışdır. Sayların amonimliyi yoxdur. Tam əksi. Saylarda xeyli amonimlik var. Yanlışdır. 22. Hansı nümunədə say işlənmişdir? Vətən mənə oğul desən nə dərdi? Mamur olub qayasında bitərdim. Burada yoxdur. Bu kənd ən birinci var. Burada birinci sözü var. Bunu götürdük. O bir körpə çağım, uşaq çağımdır. İndi ömür günüm bölüm bölümdür. Bölüm bölüm zərfdir. O bir körpə çağım. Burada da yoxdur. Önümdəki sabahıma göz yumdum. Sabahıma min burada var. Min. 4'ü götürürük. Bir mərd ilə burada 1 var. 2, 4, 5 D variantı. 23. Cədvəldə qarşı-qarşıya verilmiş sayların quruluşu və məna növü eyni olmalıdır. Yeri dəyişdirilsə uyğunluq bərpa olunar. Deməli, quruluşu və məna növü eyni olmalıdır. Qarşı-qarşıya verilmiş sayların bir sıra qeyri-müəyyəndir, 15 müəyyəndir. Hər ikisi mürəkkəbdir, amma növləri fərqlidir. Eləmi? Quruluşu və məna növü eyni olmalıdır. Çoxlu, birinci hər ikisi düzəltmədir. Qarşı-qarşıya verilmiş sayların quruluşu və məna növü eyni olmalıdır. Bax, deməli bir sıra 15. Bunlar miqdar sayının fərqli növüdür, amma hər ikisi miqdar sayıdır. 1 ilə 5'i dəyişməyək ona görə də. Deməli 1 ilə 5'də problem görə bilmədim. 2-də çoxlu və birinci sözləri hər ikisi quruluşca düzəltmədir, amma çoxlu miqdar sayıdır, birinci sıra sayıdır. Deməli 6 dəyişilməlidir. 7, 8 qeyri-müəyyən miqdardır. 5000 müəyyən miqdardır. Əsas odur ki, hər ikisi mürəkkəbdir və hər ikisi miqdar sayıdır. Burada da problem yoxdur. Sonuncu azacıq. Sonuncu sıra sayıdır. Azacıq qeyri-müəyyən miqdar sayıdır. Ona görə də 6 ilə 8'in yerini dəyişsək daha gözəl olar. Cavab 23'də oldu. C variantı bu hissəyə yazdım. 24. Hansı cümlədə say işlənmişdi? Adam çox danışmamalı. Çox burada zərfdir. Özündən sonra gələn feilə əsasən deyirəm. Bir getdi. Savadsız uşaqlar hərfləri, ədəbsiz adamlar isə işləri çox qarışdırırlar. Eyni qaydada çox zərfdir. Özündən sonra feil gəlib. Xeyli yağan qar, xeyli yağan qar havada sovrulur. Burada xeyli zərfdir. Bir çox yolların burada bir çoxu götürürəm. Sübhan adlı bir bağban. Burada bir ədatdır. Gül çiçəyi çox sevər. Qızıl gülə isə xüsusi məhəbbət bəsləyirdi. 1000 yeyənin olsun. Yəni 1000 nəfər yeyənin olsun. Burada 1000 saydı. Cavab 3, 5. C variantı. Sonuncu sualımıza baxırıq. 25-ci sualımız. Çoxlu və onlarla saylarından sonra gələn isim həm təkdə olur, həm cəmdə olur. İçini götürdük. Çoxlu kitab, çoxlu kitablar. Onlarla adam, onlarla adamlar. Hər ikisi doğrudur. Biraz xeyli sayından sonra gələn isim yalnız təkdə olur. Biraz uşaq, xeyli uşaq. Yüzlərlə və çox sayından sonra gələn isim həm təkdə, həm cəmdə olur. Yüzlərlə kitab, yüzlərlə kitablar. Çox kitab, çox kitablar. Deməli uyğunluğu müəyyən edirik. 2, 3, 6. Cavabımız A variantı. Hər kəsə uğurlar arzulayıram.
Yenə qeyd edirəm, dərslərimizə qoşulmaq üçün 051 425 58 03 WhatsApp nömrəsinə yaza bilərsiniz. Sağ olun.